Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ramazan ayı Allah'ın ayıdır. Allah Kur'an-ı Kerim'de de bu aya Şehrullah deyir. Ve həmçinin Hazreti Peyğəmbərimiz sallallahu aleyhi ve aleyhi ve sellem buyurur ki, bu ay Allah'ın ayıdır, size Allah'ın ayı üz tutmuştur. Ama Allah bu ayda, yani Allah'ın ayı olsa da Allah özü üçün heç nə istəmir. Hər nə Allah Teala bu ayda istəyirsə bizdən, o hamısı bizlər üçündür, bizim özümüz üçündür. Sanki insan Kur'an ayələrinə, Ramazan ayı barədə, orucluq barədə, dualara, hədislərə diqqət eləyəndə görürsən ki, həqiqətən də Allah buna öz ayı deyir. Amma bir tərəfdən adamda elə təsəvvür yaranır ki, elə bu bəndələrin ayıdır. Allah Teala bu ayı öz adına qeyd edir, amma hər nə varsa bəndələrə verir. Allah elə eləyir ki, bu ayda biz təkcə özümüzü düşünməyək və bu ayda bunu öyrənək ki, təkcə özümüzü düşünənlərdən olmayaq. Bu təkcə bu aya aid deyil. Bu ay sadəcə Allah Teala bizə bu şeyləri buyurur ki, yəni gələn aylarda, gələcək aylarda, gələcək illərdə biz bu cürünə bir həyat tərzi quraq özümüzə, öyrəşək bu şeylərə. Özümüz üçün yaşamağa öyrəşməyək. Özümüz üçün də yaşayaq, digərləri üçün də yaşayaq. O baxımdan başqa bir hədisdə Həzreti Peyğəmbər bu aya başqa bir ad verir. Buyurur ki, وَهُوَ شَهْرُ الْمُوَاسَاتِ Bu, həmdərdlik ayıdır. Bu, köməklik ayıdır. Həmdərdlik, insan bir-birinin dərdinə şərik olması, insanın bir-birinə kömək etməsi. Bu ayda Allah Teala bunu da bizə tövsiyə eləyir. Hədislərimiz, hətta dualara baxırıq, görürük ki, dualarda təkcə cümlələr bu deyir ki, ilahi mənə ver. Duaların əksəriyyətinə baxırsan, görürsən ki, dualarda biz oxuyuruq ki, ilahi möminlərə ver, qardaşlara ver, əsirlərə ver, yetimlərə ver və s. və ilə axır ki, bir neçə cümlə həmən dualardan inşallah qeyd edərik. İnsanı Allaha yaxınlaşdıran əməl təkcə onun şəxsi ibadətləri deyil. İnsan bu cürlə düşünməməlidir ki, mən ancaq şəxsi ibadətlər edim, yəni namaz qılım, oruc tutum, zikr eləyim, dua eləyim, Allaha yaxınlaşım. Yox, insanı Allaha yaxınlaşdıran əməllərdən biri də budur ki, insan digərlərinin dərdinə şərik ola, onlara yardım edə, onlara köməklik göstərə. Baxın, İmam Sadiq əleyhissalam nə buyurur? İmam Sadiq əleyhissalam buyurur ki, تَقَرَّبُوا إِلَى اللّٰهِ تَعَالَى بِمُوَاسَاتِ إِخْوَانِكُمْ Allaha bu yolla da yaxınlaşın. Hansı yolla? Qardaşlarınıza köməklik etməklə, əl tutmaqla və onların dərdinə şərik olmaqla. Məsələ bu deyil, kimsə kiməsə nəsə versin, yox. Ən azından bir-birimizin, yəni insan, mömin, müsəlman bir-birinin dərdindən xəbərdar olmalıdır. Mömin qardaşıma başına nə iş gəldi? Necədir? Nə cürdür? Necə yaşayır? Nə dərdi var? Niyə fikirlidir? Niyə başı aşağıdır? Niyə gülmür? Və s. və ilə axır bu cürünə. Yəni ki, bu ay budur. Baxın, İmam Sadiq əleyhissalam buyurur ki, bəli, bu şeylərdən də Allaha yaxınlaşmaq lazımdır. Təkcə namazla yox, təkcə orucla yox. Bir-birinin dərdinə şərik olmaqla insan nə edir? İnsan Allaha yaxınlaşır. Bəzən Allaha yaxınlaşmaq üçün Allahın bəndəsinə yaxın olmaq lazımdır. Əgər bir insan Allahın bir bəndəsinə yaxın olarsa, həmdərd olarsa, dərdinə şərik olarsa, görərsən ki, o yolla Allaha yaxınlaşır. Bəzən bəndəyə yaxınlaşmaq lazımdır. Bəndə yolu ilə Allaha yaxınlaşmaq lazımdır. Allah Kur'an-ı Kerimdə buyururmu ki, siz əgər mənə itaat etmək istəyirsinizsə Peyğəmbərə itaat edin. Peyğəmbərə yaxın olan Allaha yaxın olmur.
İmama yaxın olan Allaha yaxın olmaz. Yetimə yaxın olan Allaha yaxın olmaz və s. və ilaxır. İmam Sadiq əleyhissalamdan biri gəlir İmam Sadiq əleyhissalamın yanına. İmam ona buyurur ki, bilmək istəyirsən ki, Allah bəndələrə vacib buyurduğu ən çətin əməl hansıdır? İmam Sadiq əleyhissalam görür nə deyir? Deyir, ey filan kəs, Hüseyin, adı Hüseyin Bəzzaz idi. İmam Sadiq əleyhissalamın yanına gəldi. İmam dedi ki, bilmək istəyirsən, Allahın insana buyurduğu ən çətin əməllərdən biri hansıdır? Şəxs deyir, bəli. Baxın, imam demir, ha, baxın, namaz, oruc, ən çətin əməldir. Əslində, bunların hamısı çətinlik var. Namazın özünün bir çətinliyi var. Bəzi insanlar sübh namazına əziyyət çəkirlər durmağı. Bəzi insanlar gündəlik namazlarını qılmağa əziyyət çəkirlər, vaxtında qıla bilmirlər. Hə, indi özlərinin səhvi var, onunla işimiz yoxdur. Orucun özünün bir çətinliyi var, xumsun özünün bir çətinliyi var, malından getməlidir. Həccin özünün bir çətinliyi var, həccə getməyənlərə Allah Teala qismət eləsin. Və cihad mövzusu ki var, İslamda insan düşünər ki, ən çətin əməl elə cihaddır da. Müharibəyə getməlisən, qan verməlisən, can verməlisən, döyüşməlisən. Amma İmam Sadiq əleyhissalam bunların heç birini demir. Deyir, yo, bundan da çətini var. Bundan çətin nədir? Deyir, cəmaatla özün kimi davran. Bir insan əgər cəmaatla özü kimi davrana bilərsə, yəni insafla. Yəni mənası nədir? Özün üçün nə istəyirsənsə, gərək başqası üçün də onu istəyəsən. İstəyirsən sənə köməklik göstərsinlər. Hər kəs istəyər də ona köməklik göstərsinlər. Sən də bu cür nə düşün ki, sən də başqalarına köməklik göstərəsən. İstəyirsən sənə salam versinlər, sən də salam verməlisən. Təkcə elə salam sən gözləməməlisən. İstəyirsən sənə hörmət eləsinlər, sənə yer göstərsinlər, sənə hörmət eləsinlər, qeydivə qalsınlar. Sən də bu cür nə olmalısan başqalarına tərəf, başqalarına qarşı. Və s. və ilaxır, yəni məsələ budur ki, insan, İmam Sadiq əleyhissalam bunu demək istəyir ki, hər nə ki özün üçün gözləyirsən, bil ki, qarşı tərəf də səndən onu gözləyir. O da gözləyir ki, sən ona hörmət edəsən. Həmdərdlik, dərdə şərik olmaq budur. Bu cür nədir? Yəni, hər birimiz bu cür nəyik? Bir dənə problemimiz çıxanda, bir dənə çətinliyimiz olanda, hələ maddi, həyati çətinlikdən danışıram mən. İçimizdə bir səs var ki, həmişə deyir ki, mənlə maraqlanan olar görəsən. Və yaxud düşünürük ki, görsən, filan kəs mənlə maraqlanmadı. Bunu özümüz üçün istəyirik, gözləyirik. Amma biz də başqalarına qarşı gərək nə edəyik? Gərək bu cürdə olaq. Buna deyirlər nə? Buna deyirlər köməklik, həmdərdlik. Bu ay, Ramazan ayı, özümüzə diqqətlə yanaşı, digərlərinə də diqqəti, vaxt ayırmağı, dərdlərinə şərik olmağı bizə öyrədir. Bu cür nədir? Allamə Əli Qazi var idi. Allah rəhmət eləsin. Böyük ariflərdən olub. Bu şəxs, bu arif, bu alim həqiqətən də tanınmış bir şəxsiyyətdir. Və bizim tanıdığımız Ayətullah Behçət ağa, Allah rəhmət eləsin. Allamə Təbətəbai, təfsir alimi, Allah rəhmət eləsin. Bunların ustadı olub, bunların müəllimi olub. Ayətullah Behçət barədə də eşitmişsiniz. Bu insan arif olub. Allamə Təbətəbai bu insan arif olub, həm də Qurana ən geniş və ən maraqlı, ən elmi təfsir o yazıb. Təfsir-i Mizan. Allamə Əli Qazi bunların nəyi olub? Ustadı olub. Deyir, onun barəsində yazırlar, deyir, hər gün axşam çağı evə gələndə bir göyərti satan var idi, deyir, bazarın kənarında göyərti satardı. Yaxınlaşardı o göyərti satana, göyərti almaq istəyərdi və deyərdi ki, qoy mən özüm seçim göyərtiləri. İndi adama maraqlı gələr ki, bəli də insan bazara gedir, bir şey almaq istəyəndə özü seçmək istəyir. Niyə? Yaxşılarını seçim də. Bu deyirdi ki, qoy mən özüm seçim göyərtiləri. Deyir, görərdilər ki, bu ağa
saralmış, qalmış göyərtiləri seçərdi, qoyardı paketinə, pulunu verərdi, gedərdi. Bir gün, 2 gün, hər gün bunu davam eləyərdi. Bir gün gəldilər, soruşdular, ağa sən axı bu saralmış köhnə göyərtiləri niyə alırsan? Bunu heç kim almır axı. Dedi, birincisi, mənim o qədər imkanım yoxdur ki, insanlara maddi köməklik eləyəm. Yəni, hər kəsə pul verəm, mənim o qədər imkanım yoxdur. İkincisi budur ki, mən o şəxsə bu cür nə köməklik eləmək istəyirəm. Ola bilər, mən ona pul verəm, o utana o pulu götürməyə. Amma onun saralmış, köhnəlmiş göyərtilərini alıram pulla və ona bu cür nə kömək etmiş oluram. Çünki mən bilirəm ki, onu mən almasam, heç kim almayacaq. Və nəticədə o da kasıb adamdır. Nəticədə o da onu aparacaq, tullayacaq, atacaq. Mən ona deyir, bu cür nə köməklik eləmək istəyirəm. Görün, yəni, həqiqətən də bu şəxslər qeyri-adi düşüncədir. Yəni, bu insan, bu cür nə, sadə insanlar bu cür nə eləməzlər. Yəni, bunların məqamı, bunların mərtəbəsi, gör, nə düşünür ki, mən bir, onu utandırmayayım ona pul verməklə. 2, ona ziyan olmasın. Ona ziyan olmasın. Atmasın onları. Çünki onu pul verib alıb gətirib satmalıdır. Üçüncüsü də budur ki, bunu təsəvvür eləyin. Heç kəs, hər kəs gedər malın yaxşısını almaq istəyər. Bu şəxs bu cür nə işi ilə nə edirdi? İnsanlara köməklik göstərmək istəyirdi. Özü üçün istədi. Yəni, hər kəs bu cür nə istəyər də, hər bir mal satan deyər ki, yəni gəlsəydilər, mənim bu qalmış malımı alsaydılar. Özü üçün istədiyini neynədi? Başqası üçün icra elədi. Həmdərdlik, dərdə şərik olmaq, çətinlikləri aradan qaldırmaq, qardaşın qayğısına qalmaq, baxın, budur. Bu Ramazan ayında elə bir təbəqə yoxdur ki, yəni insanlar arasında elə bir təbəqə yoxdur ki, Allah Taala bizləri, onları yada salmağı deməsin. Dualara biz baxırıq, görürük, əksər duaları indi ərəbcə oxuyuruq, bəzi yerlərini tərcümə eləyəcəm siz üçün. O insanlar ki var, onlara ehtiyac var, onları yada salasan, Ramazan ayında dualarda Allah Taala bizə xatırladır. Baxın, gündəlik oxuduğumuz dualardandır. Deyir ki, Allahümmə əğni kullə fəqir. Gün ərzində oxunan dualardadır, gün orta namazında oxuyuruq. İlahi, fəqirlərə varlılıq ver, imkan yarad. Fəqirləri varlı elə. Ramazan ayının duasıdır. Allahümmə əşbi' kullə cai'. İlahi, acıları doyur. Ramazan ayında bu duadır. Bunu bu cür nə edirik? Allahümmə qsu kullə uryan. Libası olmayanlara libas ver. Bunlar təkcə duada olmamalıdır. Yəni, dua bizə öyrədir ki, bunu gərək nə eləsin insan? İnsan gərək əməl eləsin, yerinə yetirsin. Allahümmə fukka kullə əsir. Əsirləri, dustaqları, zindanda olanları, xüsusən haqsız yerə, günahsız yerə həbs olunanları duanın içindədir. Ramazan ayında bizə bunu öyrədir. İlahi, onları azad elə. Baxın, nə qədər insanlar, nə qədər möminlər, nə qədər müsəlmanlar, istər öz qardaşlarımız olsun, istər digər ölkələrdə olsun, haqsız yerə əsirlikdə olanlar çoxdur, haqsız yerə həbsdə olanlar çoxdur, haqsız yerə zindanda olanlar çoxdur. Bir oruç tutan öz iftarında, öz imsakında, öz duasında, namazında ən azından bunları Allahdan istəməlidir, əl açıb Allaha dua eləməlidir və bacardığı qədər də yardım etməlidir. Onlar zindan şəraitində, əsirlik şəraitində, hansı şəraitdə iftar açırlar, nə yeyirlər, nə içirlər, bizim onlardan xəbərimiz yoxdur. Amma ən azından bunu bilirik ki, bizim kimi yemirlər. Bizim qədər yemirlər. Bizim qədər rahat deyirlər. Bu narahatçılığı gərək biz ən azından öz qəlbimizdən keçirək, gərək bunu neyəyək? Narahat olaq buna görə və Allahdan istəyək ki, Allah Taala onları da tezliklə əsirlikdən, zindanlardan azad eləsin və bacardığımız qədər də maddi yardımımızı gərək onlardan əsirgəmək. Baxın, Ramazan ayı budur. Ramazan ayı rəhmət ayıdır. Ramazan ayı mərhəmət ayıdır. Allah Taala
bütün təbəqələrə burada mərhəmət eləyir. Paltarı olmayan, yeməyi olmayan, əsirlikdə olan, fəqir olan hamısını bir-bir Allah Teala bizim yadımıza salır və onlara mərhəmət göstərir və bizlərin də onlara mərhəmətli olmasını Allah Teala bizdən istəyir. Amma baxırsan dünyada adlarını müsəlman qoyan, müsəlman adı ilə çıxış eləyən, müsəlman adı ilə hakimlik eləyən, hökm eləyən, bu ayda, rəhmət ayında, mərhəmət ayında müsəlmanlara zülm edirlər. Müsəlmanları qətliam edirlər. Bugün Suriyada baş verənlər heç kimə gizli deyil. Sosial şəbəkələr açıqdır, hamımız bunları görürük. O şəxslər ki, o insanlar ki, insan deyəkmi, deməyəkmi bilmirəm, İslam adı ilə hakimiyyətə gəliblər, İslam adı ilə çıxış edirlər. Necə ki, bundan qabaq da bu cür nə ediblər. İslam hakimiyyəti qurmaq o fikrində olublar. Bəs İslam bunu deyir, Ramazan ayında insanlara zülm edən. Ramazan ayında nəinki müsəlmana, heç qeyri-müsəlmana zülm etməyə Allah Teala icazə vermir. Ümumiyyətlə, zülm İslamda yoxdur. Bu necə olan bir şeydir ki, bir insan özünü İslama nisbət verə bu işləri görə. Allah Quran-ı Kərimdə buyurur ki, mən Peyğəmbəri bütün aləmlərə rəhmət göndərdim. Bunlar deyirlər ki, biz Peyğəmbər ümmətiyik. Rəhmət olan Peyğəmbər ümməti bu cürünə rəhimsiz olar. Rəhmət olan İslam dininə özünü nisbət verən bu cürünə rəhimsizlik edər. Bu, heç kəsə gizli deyil. Ona görə insanlar gərək ayıq olsunlar, gözü açıq olsunlar. Bundan qabaq deyirlər ki, filan kəs edir, filan kəs edir, filan kəs edir, filan prezident edir, filan nə bilim, hakim eləyir. Yaxşı, indi kim eləyir? İndi hökm kimin əlindədir? İndi hakimiyyət kimin əlindədir? İndi qüdrət kimin əlindədir? Deməli, bundan qabaq da bu cür nə idi? Sadəcə mətbuatda, sosial şəbəkələrdə, mediada insanları aldatmağa çalışırlar. Siz diqqət eləsəz, görərsiniz ki, təkcə bugün Suriyada yox, bütün dünyanın bir çox yerlərində bu rəhimsizliklər davam edir. Və bu Ramazan ayında ki, bu şeylər ümumiyyətlə qadağandır.